Qədim daşların səsi. Azərbaycan qədim abidələr diyarıdır. Bu abidələr bizə ulu babalarımızdan miras qalıb. Onların hər biri tariximizin bir səhifəsidir. Bakının mərkəzində ucalan Qız qalası ən məşhur tarixi abidələrimizdən biridir. Onun hündürlüyü təxminən 8 mərtəbəli bina qədərdir. Qala dəniz kənarında böyük bir qayanın üzərində tikilib. Keçmişdə insanlar ondan həm müdafiə olunmaq məqsədi ilə, həm də rəsədxana kimi istifadə ediblər. Daha bir möhtəşəm abidə isə Şəki şəhərində yerləşən Şəki Xan Sarayıdır. Bu sarayın böyük sirri onun tikilməsindədir. Saray tikilərkən mismar və ya yapışqandan istifadə olunmayıb. Pəncərələri bəzəyən rəhli şüşələr şəbəkə adlanır. Günəş işığı bu pəncərələrdən içəri düşəndə otaqlar göy qurşağı kimi rəhbərək görünür. Biz bu abidələri qorumalıyıq, çünki onlar bizim keçmişimiz və qürur mənbəyimizdir.